Salam, xoş gördük dəyərli müəllimlər və əziz şagirdlər. Növbəti dərsimizin izahatı ilə yenə qarşınızdayım. Bundan öncəki videolarımızda yarpaq bölməsinin müəyyən qədər izahatlarını vermişdim. Hal-hazırda isə davamını izahatını verməyə çalışacağım. Və gəlin baxaq, ən birinci yarpaqlar vasitəsilə suyun buxarlanması necə baş verən bir prosesdir. Ümumiyyətlə biz bilirik ki, uşaqlar, gəlin ilkin olaraq bu buxarlanma sözünün digər adı ilə tanışırıq. Buxarlanmanın siz qarşınıza çıxa bilər ki, digər adı transpirasiyadır. Transpirasiya suyun buxarlanmasının digər adıdır. Bu prosesə suyun buxarlanma prosesinə deyilir. Və suyun buxarlanması biz yarpağın quruluşunda qeyd eləmişdik. Hansı ki, yarpaqda dəricikdə yerləşmiş ağızcıqlar və ağızcıqların bir neçə funksiyasını qeyd eləmişdik. Və funksiyalardan biri də məhz suyun buxarlanma prosesini həyata keçirməkdir. Ümumiyyətlə, gəlin baxaq görək suyun buxarlanmasının bitki üçün nə kimi əhəmiyyəti var. Təbii ki, ilkin olaraq günəşin qızmar istilərindən bitkini qoruyur. Həmçinin su və suda həll olunmuş mineral maddənin hərəkətinin bu sayədə baş verir. Çünki aydın məsələdir ki, əgər yarpaqlarda su azalırsa, buxarlanırsa və bu zaman yarpağın soyucu qüvvəsi işə düşür və suyu özünə sormağa başlayır. Biz də bilirik ki, su, mineral maddələr təkcə deyil, suda həll olunmuş şəkildə yarpaqlar tərəfindən sorulur və eləcə də və bu proses nəticəsində də yəni həm buxarlanma sayəsində mineral maddələrlə də bitki təmin olunur. Və gəldik ki, dedik ki, baş verir bu proses ağacıqlarda. Ağacıqlar da yerləşir. Adətən biz bilirik ki, ağacıqlar adətən yarpağın alt hissəsində yerləşir. Bəzən həm də altda, həm üstündə, eyni zamanda su bitkilərində üstündə. Bundan qabaqki dərslərimizdə biz onların hər birini qeyd eləmişdik. Daha sonra gəldik ümumiyyətlə ağacıqlar biz dedik ki, gecələr bağlı, gündüzlər isə açıq olur adətən. Su çatışmadıqda isə hətta gündüzlər də qapana bilər. Və gəldik ayrı-ayrı bitkilərdə, ümumiyyətlə bitkilərin suya olan tələbatı da müxtəlifdir. Həm yaşadığı yerdən, həm bitkinin belə deyək də yarpağının səthinin sahəsindən asılı olaraq bitkilərin suya olan tələbatı da fərqlidir. Məsələn, yetkin qağdalı bitkisi gün ərzində qeyd olunur ki, 80 qram, kələm 800 qram, daha sonra kələm 1 litr, toz ağacı 60 litrə qədər su buxarlandırır. Və ümumiyyətlə yarpağın suyu buxarlandırmasının sürəti nədən asılıdır? Bir daha da onu qeyd edək. Ən birinci təbii ki, yüksək temperatur. Əgər sizə bir qrafa düşsə, yüksək temperaturdan yarpağın buxarlanmanın asılılıq qrafiki düşsə, biz bunu belə qeyd edərik uşaqlar. Niyə belə deyə bilərsiniz ki, müəllimə, niyə yüksəlir və daha sonra aşağı? Çünki müəyyən temperatura qədər buxarlanma sürətlənir. Daha sonra isə buxarlanma artıq təbii ki 25-30 dərəcədə buxarlanma sürətlənir. Ancaq ondan sonra artıq biz ki bu temperatur artdıqca artıq bitkinin məhvinə gətirib çıxarda bilər. Ondan sonra isə temperaturdan müəyyən temperatura qədər sürətlənir. Daha sonra isə aşağı düşə bilər temperaturun buxarlanmanın temperaturdan asılı qrafiki. Daha sonra parlaq günəş işığından asılıdır. Daha sonra küləkli havada bilirsiniz ki, transpirasiya adı biz həmişə uşaqlara da qeyd edirəm. Adicə bir şey uşaqlar dərsdən kənar olsa da, məsələn, biz hər hansı bir nə isə bir məsələn paltar da görürsünüzmü, küləkdə daha sürətli quruyur. Nəinki adi normal havada. Ona görə də küləkli havada transpirasiya sürətlənir və bilirik ki, sakit və yağışlı havada isə bu biraz ləng gedir. Daha sonra dedik ki, yarpağın qutasiya hadisəsi nədir uşaqlar? Qutasiya hadisəsi biz dedik ki, hansı ki buxarlanma zamanı həm yarpağın sorucu qüvvəsi, həm də ki kök təzyiqi sayəsində bitkidə su və suda həll olunmuş mineral maddələr yarpaqlara doğru hərəkət edir. Və gəlin görək bu proses nə zaman baş verə bilər bu qutasiya hadisəsi? Qutasiya hadisəsi şeydir, belə desək. Necə baş verir bu? Biz bilirik ki, səhərlər bu qutasiya hadisəsini müşahidə etmək olar. Kökdən alınan su və suda həll olunmuş mineral maddələr, aydın məsələdə kök istidir, temperatur, hava yaxşıdır səhər-səhər. Ancaq hələ torpaq isti olmağına baxmayaraq su və suda həll olunmuş mineral maddələr köklə sorulur. Ancaq hava hələ bir ilə isinməyib deyə, temperatur qalxmayıb deyə burada buxarlanma prosesi getmir və ona görə də su damcılar şəklində yarpaqdan ayrılır və eyni zamanda uşaqlar bunun başqa bir əhəmiyyəti də vardır ki, hansı ki müəyyən duzlar da var ki, bəzi maddələr də vardır ki, məhz bu damcılar şəklində bədəndən xaric olunur.
Suya olan tələbatına görə bitkilər 3 qrupa bölünür: higrofitlər, kserofitlər və mezofitlər. Higrofitlər su sevən bitkilərdir, rütubətli yerlərdə bitənlərdir, suya daha çox tələbat olan bitkilərdir. Bunlar hansı ki biz demişik, kələm at kimi su içir, kələmdir. Təbii ki, çəltik bilirik ki, suda bitir. Yəqin ki, bunu görmüş olarsa, su zambağı təbii ki, suda bitir və bəyənində suya olan tələbatları çoxdur. Kserofit quraqlığa davamlı bitkilərdir. Uşaqlar, quraqlığa davamlı bitkilərdir və burada təbii ki, bunda müəyyən uyğunlaşmalar var. Hansı ki, biz qeyd edəcəyik. Məsələn, kaktusda bilirsiniz ki, yarpaqlar tikana çevrilir və eyni zamanda dəvə tikanında torpağın dərin qatlarına gedən kök sisteminə var və eyni zamanda saksual da, hansı ki, bunlar da quraqlığa davamlı bitkilərdir. Daha sonra gəldik mezofit bitkilər. Mezofit bitkilər həm nə çox suya tələb, yəni də çox quruya dözümlü deyirlər. Yəni ortalıq təşkil edən bitkilərdir ki, bunlarda xiyar, buranı və günəbaxan bitkisinin misal çəkmək olar. Və burada da qeyd edirik uşaqlar, sukulent bitkilər nədir? Qarşımıza çıxa bilər. Məsələn, bəzi bitkilərin yarpaqlarında, hansı ki aloe və agavada, eyni zamanda bəzi bitkilərin gövdəsində, hansı ki kaktusdur, Afrika südləyəndir və maldeli kimi bitkilərin gövdələrində ehtiyat suya toplanır və bu ehtiyat su toplayan gövdələrə sukulent bitkilər deyilir. Daha sonra növbəti xəzanın izahatına keçmək istəyirəm uşaqlar. Biz bilirik ki, gəldik xəzan ümumiyyətlə, biz bilirik ki, bu hadisə bitkilərdə mövsüm olaraq baş verir və bitkilərdə yarpaqlar müəyyən fəsildə tökülməyə başlayır. Yarpaqların tökülməsi xəzan hadisəsi adlanır və xəzan yarpağı tökən bitkilərdə yarpağın ömrü ümumiyyətlə bir vegetasiya dövründə bərabərdir. Vegetasiya dövrü yazdan payıza qədər olan dövr hesab olunur və biz desək ki, məsələn, ümumiyyətlə ki, demək uşaqlar, yarpaqlarını tökməyinə görə bitkilər 2 qrupa ayrılır. Var yarpaqlarını tökənlər, var yarpaqlarını tökməyən həmişəyaşıl bitkilər. Həmişəyaşıl bitkilərə biz yəqin ki, bunu bilirik. Hər birimiz ki, çapaq toxumları həmişə qeyd eləmişik. Şamdır, küknardır, səvdir, ardızdır və eyni zamanda bundan başqa zeytundur, şimşaqdır. Bunlar da həmişəyaşıl bitkilər kimi qeyd eləyə bilərik. Bundan başqa xəzan hadisəsi necə baş verir? Aydın bir məsələdir ki, məsələn biz yaz və yay aylarında yarpaq tökülməsini çox nadir hallarda müşahidə edə bilərik. Ancaq payızda bunu asanlıqla bir yarpaq ağacın budağına toxunduqda asanlıqla yarpağın töküldüyünü müşahidə edirik. Bu proses necə baş verir ki, çox asanca yarpaq bitkidən ayrılır. Biz bilirik ki, yarpaq saplağı vasitəsilə zoğa birləşir və yarpaqla saplağı, daha doğrusu yarpağın saplağı ilə gövdə arasında müəyyən bir təbəqə yaranır. Buna biz ayrıcı qat deyirik uşaqlar və ayrıcı qat sayəsində hansı ki yarpaqlar asanlıqla gövdədən ayrıla bilir. Mürəkkəb və sadə yarpaqlarda xəzan hadisəsi fərqli olur. Ona bir diqqətlə fikir verək uşaqlar. Demək, sadə yarpaqlarda ən birinci, ümumiyyətlə, sadə yarpaqlar saplaqları ilə birgə töküldüyü halda, mürəkkəb yarpaqlarda əvvəlcə biz demiş ki, mürəkkəb yarpaqlar yarpaqçıqlardan təşkil olunub. Əvvəlcə yarpaqçıqlar saplaqdan ayrılır, daha sonra isə saplaq gövdədən qopub düşür. Və ümumiyyətlə xəzan hadisəsi ilin dedik ki, müəyyən iqlim qurşaqlarında ilin müəyyən fəsillərində dökülür. Təbii ki, mülayim iqlim qurşağında bu adətən payız fəslinə, mülayim iqlim qurşağında payız fəslinə təsadüf etsə də, ancaq quru tropik iqlimdə, hətta yayda da biz xəzan hadisəsini müşahidə edə bilərik. Bunun səbəbi isə bitkinin gövdəsində toplanmış suyu, hansı ki, belə deyək də, artıq su itkisinin qarşısını almaq üçün bir yayda bitkilər xəzan hadisəsini yerinə yetirirlər. Və xəzan hadisəsinin əhəmiyyəti nədir qeyd eləsək, bilirik ki, bitkilərdə həyat fəaliyyəti nəticəsində müəyyən zərərli maddələr toplanır ki, bu zərərli maddələr yarpaqla birlikdə hansı ki bitkidən azad olur və eyni zamanda qışın gələcək soyuğundan bitkini qoruyur, donmaqdan qoruyur və quru bayaq da qeyd elədik ki, quru tropik qurşaqlarda isə yayın qızmar istisindən bitkini mühafizə eləyir. Gəldik yarpağın şəkil dəyişmələrinə. Bilirik ki, ən önəmli dərslərimizdən biri də yarpağın şəkil dəyişmələridir. Buna biz metamorfoz da deyirik. Həm gövdənin, həm yarpağın, həm kökün şəkil dəyişmələri belə adlanır. Yarpaq şəklini dəyişərək bığcığa çevrilə bilər. Hansı ki, noxudda, lərgədə biz bunu görürük. Sonuncu yarpaq, biz ona görə də məhz noxuda cütlərək ifadə edirik. Sonuncu yarpaq şəklini dəyişərək bığcığa çevrilir. Ehtiyat su mənbəyi, məsələn, aloe, agava bitkilərində, bayaq da biz sukulent gövdələrdə biz bunu dedik ki, bunlar yarpaqlarında ehtiyat su toplayırlar. Daha sonra ehtiyat qida maddələri toplama, kələmin at yarpaqları, bilirik ki, kələmin üst yarpaqları fotosintez eləyir və kələmin alt yarpaqlarında ehtiyat qida maddəsi toplanır. Daha sonra yarpaqlar şəklini dəyişərək pulcuğa çevrilir
çevrilir. Biz bunu çırpaq toxumlarda qeyd edəcəyik. Sərvdə və ardızda yarpaqlar şəklini dəyişərək pulcuğa çevrilib və eyni zamanda iynəyə çevrilmə də var ki, məsələn şamda, kükünarda, qaracöhrədə yarpaqlar şəklini dəyişərək tikana çevrilib, iynəyə çevrilib. Və tikan, iynə ilə tikanı qatışdırmayaq uşaqlar. Məsələn, iynə dedik ki, çırpaq toxumlarda rast gəlir. Ancaq tikan zirinsdə, kaktusda, qara tikan və akasiyada qeyd edilək. Bir də uşaqlar, məsələn, buranı burada dəqiqliklə biz mənimsəyək ki, çünki gövdənin şəkil dəyişmələrində də biz bilirik ki, tikan var və orayla biz qatışdırmayaq. Daha sonra yarpaqlar şəklini dəyişərək tutucu orqana çevrilir. Bunun ümumiyyətlə nə üçün baş verir? Bilirik ki, ümumiyyətlə bu tutucu orqana malik olan bitkilər hansı ki, həşərat tutan bitkilərdir. Bunlar azot çatışmayan torpaqlarda olduğuna görə həşəratla qidalanaraq özlərinin azota olan tələbatlarını ödəmiş olurlar və bunlar da ki, hansı ki, şeh çiçəyi, nepentis və ya küpotu da deyirik digər adına bitişik tutan və qovlu bitkisini qeyd eləmiş olarıq. Və belə qidalanmaya biz miksotrof qidalanma deyirik. Niyə? Çünki miksotrof qidalanmada həm avtotrof, həm də ki, heterotrof qidalanmaya rast gəlirik. Çünki bitkilər yarpaqları təbii ki, yarpaqları həm fotosintez etmək qabiliyyəti var, həm də ki, yarpaqlar şəklini dəyişərək tutucu orqana çevrilir ki, bu da həşəratların hazır üzüm maddəsi ilə qidalanır. Belə qidalanmaya da biz heterotrof qidalanma deyirik. Ona görə bu bitkilərdə hər iki növ qidalanma rast gəldiyinə görə miksotrof qidalanma adlanır. Bu qədər uşaqlar. Burada da şəkillər qeyd olunub. Buna da ətraflı baxa bilərsiniz. Bunlara aiddir eyni zamanda qovluq bitkisi, nepentis, milçək tutan və s. Sağ olun, növbəti dərslərdə görüşərik uşaqlar.